Qardaş, Rəfay, təbrik edirik. Sağ ol, sağ ol. Həmişə belə dostları, yoldaşları, yaxınları yığasan başa belə bir şənlik, şadlıq keçdirsən. Allah Taala 100 il qismət eləsin, amma mənalı qismət eləsin. Ailə ilə, uşağı ilə həmişə belə deyəcəklər, belə bir şənliklərdə, ad günlərdə belə qeyd edəsən. Sağ ol, sağ ol, sağ ol. Sağ ol Hidayət, sən deyən sağ ol. Zafer'in şefine. Böyle aldım da şaşırdı bundan. O şaşırdı. Ne olur da ona. O kadar ahya sevgidir, məhəbbətdir. Yaşlı insanlar deyir, ne var o kadar? Niye? İndi görürsən ki, hamısı bütün qulağındasan. Çok çıldıracağım. Ve saklıyor ardaktan sen verirsin. Buyur. Ama senin qulaq as da. Geleceğiz. Böyle xəbər olsun ki, oğlum köydə getdik. Tam vardı, Qadir. Oğlu 120 kilodan aşağı düşmüş, əsəliyiz. Orada sen tebrik ediyorum. Sağ ol. Sana uzun ömür çok sağ ol. Sağ ol, sağ ol. Çok var. Bu adət ənənəm tərcümə istəyirdik, ancaq gördük yox, bu yaxşı şeydir. Dostluğumuz, yoldaşlığımız biraz da bərkiyir. Sənin sayəndə bir də yığışdıq bir yerə. İnşallah bundan sonra da bunu ləğv eləməliyik. İnşallah. Belə yığışarıq da. Məsələ ondadır ki, biz bir araya yığışırıq, bir Belə ailəlik də, belə İnşallah. tək də oturmaq lazımdır. İnşallah. Yoldaşlıq eləmək lazımdır. Sənə bir daha təbrik edirəm. Allah sənə uzun ömür, can sağlığı versin. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Başla. Allah sənə xoşluq eləsin. 100 yaşını görəsən. Gözəl günlər görəsən. Nəvə toyu, nəfsə toyu görəsən. Təbriklər. Sizlərdə qardaşlıqda nəsil eləməsin. Belə bizim bu mehribançılığımızı əlimizdən almasın. Təbriklər bir daha. İki dənə də qardaşımız bu günü qeyd edir də. Sağ olun, sağ olun. Axırı rakin işləyəcək. Rakı var, yeridir, var gəlsin.